bugün bayramdır, yox sabah bayram deyil. Onsuz da görmüsünüz ki, neçə illərdir Ramazan ayının əvvəlində ya sonunda daim fikir ayrılıqları olur. Mən bunun elmi tərəflərini sizə danışmışam. Bununla işim yox. Bir maraqlı Həzrət Əli əleyhissalamdan nəql olunan bir kəlam rastıma çıxdı ki, sizə bu barədə danışmaq istəyərdim. Yəni axır zamanda Ramazan və Şəvval hilalı gizlənər. Bunun səbəbi nədir? Əsbəği bin Nübatı belə nəql edib, möminlərin əmiri Əli əleyhissalam buyurdu. İndi diqqət edin. İnsanlar üçün bir zaman gələr ki, o zaman cəmiyyətdə əxlaqsız qadınlar, pozğunluq, pis işlər çoxalar. Hamı tərəfindən bəyənilər və bir peşəyə çevrilər. Hörmət, abır və həya pərdələri cırılar, zina aşkar edilər. Yetimlərin malını yemək halal sayılar. İnsanlar riba və sələm yeyərlər. Tərəzidə və çəkidə aldadarlar. Malı miqdarından az satarlar. Məst edici şərabı, üzüm suyu, rüşvəti hədiyyə adı ilə halal sayar və başqalarının malına xəyanət etdikləri halda əmanət götürdüklərini iddia edərək ondan istifadə etməyi özlərinə halal bilərlər. Kişilər özlərini qadınlara, qadınlar da özlərini kişilərə oxşadarlar. Namazın şərtlərini yüngül sayarlar və Allahdan qeyrisi üçün həccə gedərlər. Yəni həccə gedərlər, amma min cür başqa niyyətlərlə. Belə bir zaman gəlib çatanda gah hilal, yəni Ramazan ayının ilk gecəsində çox yüksəkdə və böyük görünər, hətta cəmaat onun 2 gecəlik olduğunu sanarlar. Gah da Ramazan ayının hilalı gizlənər və cəmaat Ramazan ayının daxil olmadığını düşünər, ilk günün orucunu yeyər və Ramazan ayının sonunda bayram günü oruç tutarlar. Diqqət, diqqət! Vəziyyəti belə gördüyünüz bir zamanda qorxun, müğayət olun bundan ki, Allah Taala sizi qəflətən cəzalandırsın, yəni müxtəlif bəlalarla və sizə tövbə etmək fürsətini vermədən sizi öldürsün. Bunun ardınca isə, yəni insanlar bu deyilən günahlara düçar olduqları zaman sanki insanlar bir-bir oğurlanırlar kimi ölüm ildırım işığı qədər çox sürətli və qəfil olacaq. Deyir, niyə insanlar belə tez ölür? Hətta bir nəfər səhər yuxudan duranda sağ-salamat olacaq, axşam isə onu dəfn edəcəklər. Digər bir nəfər isə axşam sağ-salamat yatacaq, sübh yuxudan durmayacaq və meyit olacaq. Belə bir zaman gəlib çatanda bəla nazil olmamışdan öncə vəsiyyət yazmaq vacibdir. Həmçinin namazı əvvəl vaxtında qılmaq vacibdir və namazı axır vaxta saxlamağın qəzaya getməsi qorxusu var. Çünki insan bilmir, axır vaxtda diri olacaq, yoxsa ölü. Sizdən kim belə bir zamana gedib çatarsa və belə bir zamanda yaşayarsa, heç vaxt dəstəmazsız və təharətsiz yatmasın. Əgər imkanı və qüdrəti dəstəmazlı və təharətli olmağa çatırsa, bütün hallarda təharətli və dəstəmazlı olsun. Çünki o, ölümü barədə nigarandır və bilmir ki, Allah elçisi, yəni Əzrail ölüm mələyi, onun ruhunu qəbz etməyə nə vaxt gələcək. Mən sizə xəbərdarlıq etdim.